Deməli, bu həkim Əmraslan Əmraslanov International 2-də işləyir. Mənim başımı oyun açır və bunu açıqlamaq istəyirəm ki, məni 2 dəfə əməliyyat eləyibdir. 2 əməliyyatı da çox bərbad vəziyyətdədir, hal-hazırda da elədir. Birinci əməliyyatından 9000 aldı, çek vermədi, tələb elədim. Kassada ödəniş eləmişəm və çekimi vermədilər. Əməliyyatım çox pis haldadır, böyük şıramlar, çapıqlar və dəri sallantılar əmələ gəlibdir. Əməliyyatların heç birisi şeydə qalmayıbdır, yerində deyil, çox pis haldadır. Və ikinci əməliyyatından saldı. Mənə dedi ki, heç yanında paylaşım eləmə, mən sənin əməliyyatını düzəldəcəm. İkinci dəfə əməliyyat elədi məni, 5000-də ikinci əməliyyatından aldı. O əməliyyatda da bədənim çiklənmə oldu, çox pis hala saldı. Yəni elə bir vəziyyətdədir ki, biabırçı haldadır, göstəriləsi yerlər deyil, bütün bədən şəkilləndirmə eləmişəm, bütün bədən şəkilləndirmə və nəticəsi dəhşət dərəcədə pis gündədir. Və mən bundan pulumu tələb elədim, 14000 manat pul ödəmişəm 2 əməliyyatımın bir yerdə və çek verməyiblər, bunlar vergidən yayınırlar. Pulumu tələb elədiyim halda bu insan götürdü mənim əməliyyatdan öncə çəkilən geyimsiz şəklimi, həkimdir, bütün həkimlər əməliyyatdan öncə do hiposi şəklini çəkir və bu şəkli götürdü, paylaşdı sosial şəbəkədə. Paylaşdı, üzü açıq şəkildə geyimsiz. Hansı xanımı geyimsiz paylaşmaq olar? Yəni, kim icazə verib ki, bu həkimə belə öz başına hərəkətlər eləsin, şantaj eləsin? Açıqlama olaraq da dedi ki, o məndən pul tələb elədi, mənim haqqımda danışdı deyə mən onu paylaşım eləmişəm. Mənim haqqımda heç yanında danışması, mən onu paylaşmayım. Belə şantajla məşğuldur bu insan. Və mən bundan tələbim odur ki, bu insandan, bu qəssab həkimdən mənim pulumu versin. 14000 manat az pul deyil, yerdən yığılmır o pul. Sənin üçün yəni bir əməliyyatın puludursa, mənim üçün o illərin əziyyətin puludur. Mən 14000 manat pul vermişəm, bədənim pis haldadır, üzərindən məni şantaj eləyir və şəkillərimi yayır. Məni bütün Bakıda biabır eləyir bu insan. Üstündən də ki, gəlir, məni verir məhkəməyə, bunun haqqında danışdığıma görə. Deyirləri, oğru necə bağırıcı, doğrunun bağrı yarıldı. Bax, həmən hərəkətlər eləyir. Bu deyir ki, get kimə şikayət etsən, elə mən heç kimdən qorxmuram, nə polisdən qorxuram, nə qanundan qorxuram. Mən bu Bakıda mənəm də, məndən başqası yoxdur. Yəni bu nə öz başınalıqdır. Saxta sertifikatla işləyir. Yəni qanunsuz şəkildə işləyir. Çek vermir. Ödəniş vergidən yayınır, bədəni pis hala salır. Mənim qədər nə qədər xanımlar var ki, mesajlar yazıblar ki, bizi də o vəziyyətə salıbdır. Yəni bu qədər hərəkətlər eləyir, öz başına da işləyir. Yəni bu insana xahiş edirəm, bu videomu paylaşılsın və bu insan haqqında tədbir görülsün. Mənim pulumu geri qaytarsın, mənə şəklimə görə cavab versin qanun qarşısında. Yəni bu Azərbaycanda bu qədər özbaşınalıq olar. Mən tələb elədiyim odur ki, haqsızlıq elədiyi yerdə bu dəqiqə at oynadır. Gündə 5 dənə, 10 dənə əməliyyat eləyir. Dünya vecinə deyil. Xanımlar da mən kimdə nə qədər insanlardan zəng eləyirlər, eşidirəm ki, bizi də deyir o formada şantaj eləyir pulumuzu istədiyimiz halda. Sən mənim bədənimi normal əməliyyat eləyərdin, bədən şəkilləndirməmi. Mən sənə pul tələb eləməzdim. Mən niyə 14000 verməliyəm ki, mən bu dəqiqə hal-hazırda yararsız haldadır bədənim? Bu nə öz başınalıqdır. Durub verir hələ mənim məhkəməyə. Xahiş edirəm, Əmraslanın kimi şikayətçidirsə, Əmraslanın kimi bərbad günə qoyubsa, hər kəs videonun altında rəylərinizi yazın ki, hər kəs qalxsın ayağa ki, yəni bu nə haldır, bu nə vəziyyətdir, bu nə öz başınalıqdır. Hələ kimsə bir xanımı şantaj eləmək nə deməkdir? Yəni, Nüjel Bakıda buna baxan yoxdur.